Hörmətli şəhid ailələri, qazilərimiz və xalqımızın nümayəndələri, hamımızın bildiyimiz kimi Ulu Öndər, Ümumilli lider, müasir Azərbaycan Respublikasının banisi və memarı, Azərbaycan Respublikası adlı şah əsərin yaradıcısı Heydər Əlizoğlu Əliyev 10 may 1923-cü ildə dünyaya göz açmışdır. Bu vaxta qədər olduğu kimi 10 mayda da və ondan sonraki tarixlərdə də bu tarix həmişə bir bayram kimi xalqımız, dövlətimiz tərəfindən qeyd ediləcək. Əlbəttə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən heç bir şəhid ailəsi, heç bir qazi